Gəlin baxaq React Memo nədir və niyə istifadə olunur. React Memo bir komponentin lazımsız şəkildə render olunmasının qarşısını alan bir higher order komponentdir. Yəni, komponent return edən bir komponentdir. Və biz bunu istifadə edirik lazımsız renderləri optimallaşdırmaq üçün. Məsələn, deyək ki, bizim bir parent komponentimiz var və onun içində bir child komponentimiz var və bu child komponenti parentdən bir props qəbul edir. Parent hər dəfə yenilənəndə, child da ondan aldığı propsa əsasən hər dəfə yenidən render olunur. Amma əgər bizim bu propsumuz eynidirsə, child yenidən render olunmaya da bilər və biz bu funksionallığa React Memo ilə asanlıqla nail ola bilərik. Gəlin baxaq necə. Burada bir basit parent komponentim var və onun içində bir state yaratmışam. Countumuzun ilkin dəyəri 0-dır və burada bir buttonumuz var parent komponentimizdə və buttona klik olunanda count bir vahid artır. Burada da həmin countu göstərən bir paragraf təqimiz var. Bu qədər bəsit. Burada heç nə yoxdur. İndi mən burada import eləmişəm bizim child komponentimizi. Onun içində hələ ki heç nə yoxdur. Gəlin onu burada yerləşdirək. Sonra gedək onun içinə bir şeylər yazaq. Bu bizim child komponentimizdir. Hələ ki heç nə return eləmir. Gəlin burada yazaq. Burada deyək ki, əvvəlcə render olanda konsola çıxartsın ki, child rendered. Sonra da bizə return eləsin. Burada təbii ki, bir props qoymalıyıq. Name propsu və bizə return eləsin h2'nun içində həmin name'i. Belə bəsit bir child komponentimiz var. Nə iş görür? Heç nə. Burada bir name propsu alacaq və o name propsunu h2'nun içində yerləşdirəcək və burada da child render yazacaq. Bilək ki, bu komponent render olundu. Gəlirik bura. Child'a həmin propsu ötürək. Deyək ki, name olsun xayala. Gedək baxaq nə baş verir. Burada. Birinci dəfə child render oldu. Increase count, rendered. Görürsünüz, hər dəfə burada child komponentimiz render olunur. Amma buna ehtiyac varmı? Yoxdur. Çünki zaten name propsumuz həmişə xayaladır. Dəyişmir. Dəyişmirsə niyə hər dəfə render olunur? Bunun render olmaması üçün sadəcə gəlirik bura. Həmin bu funksiyanın bu arrow hissəsini götürürük. Copy edirik və burada yazırıq. Bunun üçün burada React-i import eləmək lazımdır. React.memo və buraya həmin kopyaladığımızı yapışdırırıq. Artıq bu şəkildə bu props dəyişmədiyi müddətcə bizim child komponentimiz yenidən render olunmayacaq. Yəni bu xayaladırsa artıq o belə deyək yaddaşda qalır və hər dəfə oradan çəkilir və artıq hər dəfə render olunmur. Gedək baxaq. Burada görürsünüz bir dəfə render olundu. Increase count eləyirəm. Artıq render olunmur. Child komponentimizin render olunmasına ehtiyac yoxdur. Nə vaxt ki mən bu propsu dəyişərəm. Gəlin propsa başqa bir ad yazaq. Olsun Leyla. Onda gördünüz artıq child ikinci dəfə render oldu. Çünki props dəyişdi. İndi yenə Leyla qaldığı müddətcə mən increase count eləsəm yenə child render olunmayacaq. Bu qədər bəsit. Biz amma bu React Memo'da hansı propslarla işləyə bilərik? Primitive propslarla, yəni stringlər, number və boolean propsları ilə. Digər obyekt və ya array əlavə eləməyə çalışsaq, artıq orada bizdə problem yaranacaq. Bunun üçün də use memo və use callback hooklarından istifadə eləməliyik. Bunu da növbəti videolarımda izah edəcəm.